Son illərdə həm dünyada, həm də Azərbaycanda autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı nəzərə çarpacaq dərəcədə artıb. Bu, cəmiyyət və elm aləmi üçün həm narahatlıq, həm də diqqət tələb edən mövzudur. Autizm spektr pozuntusunun səbəbləri məlum olmasa da, bu istiqamətdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar göstərir ki, autizmli uşaqların inkişafında ən təsirli yanaşma ABA terapiyasıdır. ABA tətbiqi davranış analizi davranışı elmi şəkildə öyrənib, dəyişdirmə prinsiplərinə əsaslanan terapiya üsuludur. ABA-nın məqsədi autizm və inkişaf çətinliyi olan uşaqlarda müsbət davranışları gücləndirmək, arzu olunmayan davranışları azaltmaq və yeni bacarıqları öyrətməkdir. ABA-nın təməl prinsipləri çox sadədir. Heç bir davranış təsadüfi deyildir. Davranışın səbəb və nəticəsi var. Bu səbəb və nəticə arasındakı əlaqəni anlamaqla uşağın davranışını sistemli şəkildə dəyişdirmək mümkündür. ABA hər bir uşaqda eyni dərəcədə təsirli olmaya bilər. Ən yüksək nəticəni əldə etmək üçün fərdiləşdirilmiş proqram və ailənin iştirakı vacibdir. Bəzi mütəxəssislər qeyd edir ki, ABA terapiya uşağın emosional və daxili dünyasına diqqət yetirmir. Əgər ABA yanlış tətbiq edilərsə, bu uşaqda stres və narahatlıq yarada bilər. Buna görə də müasir yanaşmalarda ABA emosional tənzimləmə və oyun əsaslı üsulları daxil edir. Yəni, məqsəd təkcə davranışı dəyişmək deyil, həm də uşağın daxili dünyasına və emosional ehtiyaclarına toxunmaqdır.